Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışa aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyi məlum olub. Telegrafın əldə etdiyi xəbərə görə, bu Ramiz Rasimoğlu Umudovdur. Polis onu saxlayıb. Hazırda Umudovun törətdiyi əməllə bağlı araşdırma aparılır. Qeyd edək ki, bu ilin aprelin 16-sında saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı qızı bibi qızı olan yeniyetmələr aprelin 26-sında Maşdağada taksi sürücüsünün evindən tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışa aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.